Sual verən soruşur ki, Arif qardaş, qadınlara bayram namazına gəlib iştirak etmələrinin hökmü nədir? Qiymətli cəmaat, qadınlara bayram namazına gəlib iştirak etmələrinin hökmü sünnədir. Fəzilətli bir əməldir. Bəyənilən, müstəhəb olan bir ibadətdir. Bu alimlərin cumhurunun və əksəriyyətinin görüşüdür. Başda İmam Əhməd İbni Həmbəl, başda İmam Muhammed İbni İdris Əş-Şəfi'i, başda İmam Məlik İbni Ənəs olmaqla İmam Mücahid, Şeyxülislam İbni Teymiyyə, müasir alimlərimiz Şeyx Abdüləziz İbni Bəz, Şeyx Muhammed İbni Salih Əl-Useymin və başqa alimlər, Allah Teala onların hamısına rəhmət etsin, qadınlara bayram namazlarına gəlib iştirak etmələrinin hökmü sünnə, fəzilətli bir əməl olmalarını söyləmişdirlər. Bu haqda Ummu Atiyyədən, Allah ondan razı olsun, rəvayət olunan hədis vardır. Ummu Atiyyə, Allah ondan razı olsun, deyir ki, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm biz qadınlara bayram namazlarına gəlib iştirak etməmizi əmr etdi. Bayram namazlarına, həm Ramazan bayramı namazına, həm də Qurban bayramı namazına gəlib iştirak etməmizi əmr edərək tövsiyə etdi. O həm bakirə olan gənc qızlara, həm evlənməmiş subay olan qızlara, həm də heyzli halda olan qadınlara bayram namazlarına gəlmələrini əmr edərək tövsiyə etdi. Yalnız heyzli halda olan qadın namazgaha daxil olmur. O, məscidin və namazgahın çölündə bayram namazına qulaq asır, xutbəni dinləyir, Allah Taala'nı zikr edib ona dualar edir, oradakı müsəlmanlar ilə bərabər sevinərək bayram gününü keçirərək qeyd edir. Ummu Atiyyə başqa bir rəvayətdə deyir ki, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm bizlərə bayram namazına çıxmamızı əmr etdi. Hətta o, bakirə olan qıza öz evindən çıxıb bayram namazına gəlməsin əmr etdi. Hətta heyzli halda olub adət günləri yaşayan qadına gəlib bayram namazında iştirak etməsini əmr etdi. Yalnız heyzli halda olan qadın məsciddə, namazgahda və məscidin ərazisində olub orada namazda iştirak etmir. Ona görə ki, o hələ təmizlənməyib, şər'i cəhətdən təmiz deyil. Kənarda ya ev varsa yaxında evin içərisində, ya minik maşın varsa miniyin maşının içərisində bayram namazına qulaq asır, xutbəni dinləyir, oradakılarla birlikdə bayram keçirərək əhval-ruhiyyəsini yaxşı edir. Bizlərə bayram namazına gələn zaman Ummu Atiyyə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm cəmaatın arxasında dayanmağımızı, yəni kişilərin arxasında, arxa zərgələrdə dayanmağımızı əmr etdi. Ona görə ki, qadınlar üçün ən fəzilətli, ən xeyirli cərgə arxa zərgədir. Kişilər üçün ən əfsəl, ən xeyirli cərgə ön cərgədir. Amma qadınlar üçün ən əfsəl, ən xeyirli cərgə arxa cərgədir. Bizlərə əmr etdi ki, oradakı cəmaat kimi, kişilər kimi biz də bayram təkbirlərini deyək, onların etmiş olduğu duaları biz də edib amin deyək və bu şəkildə evimizə, ailələrimizin yanına qaydaq. Rasul sallallahu aleyhi və səlləm qadınlara bayram namazına gələrkən tövsiyə etmiş ki, ətirlənməmiş evdən çıxıb gəlsinlər. Həmçinin çox bərli, bəzəkli, nəzəri cəlb edən geyimlər və paltarlar geyinməsinlər. Qiymətli cəmaat, bizlərə bütün bu rəvayətlər göstərir ki, qadınlara bayram namazlarına gəlmələri əgər imkan və şərait var isə sünnədir, fəzilətli bir ibadətdir. Həmin günü İslamın iki əzəmətli bayramı qeyd olunur. Ona görə də bütün müsəlmanların bir yerdə o bayramı toplaşıb qeyd etmələri ən üstün və ən fəzilətli olan işdir. Bayramlar İslamın şüarları hesab olunur. Kişilər haqqında bayram namazına gəlmək
fərz və vacibdirsə, amma qadınlar haqqında bu sünnədir, müstəhəb, fəzilətli bir əməldir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, əgər qadınlarınız məscidə getmək istəsələr, onlara mane olmayın, amma evlərində qalıb qılmaları daha xeyirlidir. Bu hədis ümumidir. Bütün namazlara aiddir. 5 vaxt namaz, cümə namazı, bütün namazlara aiddir. Rasul sallallahu aleyhi və səlləm digər bütün namazlarda qadınlara evlərində qılmalarının daha xeyirli, daha əfsəl olduğunu söyləyib. Amma bayram namazına imkan varsa, şərait mümkündürsə, Allah həmd olsun, indi bugün əksər məscidlərimizdə həm kişilər üçün, həm qadınlar üçün yerlər var, gəlib iştirak etmələri üstün və fəzilətli olandır. Birdən gələ bilməsələr bayram namazlarına, o zaman evdə qıla bilərlər. Evdə özləri günəş çıxdıqdan 15-20 dəqiqə sonra artıq bayram namazını qılıb əda edə bilərlər.